Pensiyadan Nə Xəbər kanalına xoş gəlmisiniz. Xəbərə keçməzdən əvvəl kanala abunə olub bildirişləri açın ki, yeni xəbərlərdən ilk sizin xəbəriniz olsun. İndi isə keçək videomuza. Rusiyada pensiya yığımlarının müəyyən kateqoriya vətəndaşlara aylıq deyil, birdəfəlik şəkildə verilməsi imkanlarının nəzərdən keçirilməsi bu sistemin digər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiqinin nə dərəcə mümkün olması sualını gündəmə gətirib. Məlumata görə qonşu ölkədə bu mexanizm əsasən 1967-ci ildən sonra doğulan və pensiya kapitalı fərdi səbəblərdən müəyyən həddən az olan şəxslərə şamil edilə bilər. Məlum olduğu kimi, Azərbaycanda da pensiya təminatı toplanan kapital prinsipinə əsaslanır və lazımi limit yığılmadıqda vətəndaşlara yaşa görə müavinət təyin olunur. Bəs ölkəmizdə gələcəkdə bu vəsaitlərin birdəfəlik ödəniş formasına keçidi nə dərəcədə realdır? Məsələnin iqtisadi və sosial tərəflərini Ox24.com-a şərh edən iqtisadçı Günay Hüseynova sistemin daha da təkmilləşdirilməsi və vətəndaş yönümlü islahatların davam etdirilməsi üçün öz təkliflərini irəli sürüb. İqtisadçı qeyd edib ki, pensiya və sosial təminat sahəsində digər ölkələrin təcrübələrindən yararlanmaq faydalı olsa da əsas hədəf tam yerli şəraitə uyğunlaşdırılmış vahid modelin qurulması olmalıdır. Müxtəlif dövlətlərin qanunvericilik elementlərinin lokal mühitə adaptasiya etməyə çalışmaq yox, regionda nümunə ola biləcək tam sistemləşdirilmiş və dayanıqlı bir model ortaya qoymalıyıq. Eyni zamanda idarəetmədə kadr dəyişikliklərindən asılı olmayaraq, sistemin təməl prinsipləri sabit qalmalı, qanunvericiliyə edilən hər bir əlavə və dəyişiklik birbaşa vətəndaşın rifahına və maraqlarına xidmət etməlidir. Ekspert vurğulayıb ki, pensiya kapital və staj tələbləri tətbiq edilərkən ölkədəki real əmək bazarının imkanları və daxili məşğulluq səviyyəsi mütləq nəzərə alınmalıdır. Əgər vətəndaşdan gələcəkdə pensiya təminatı üçün kapital tələb olunursa, ilk növbədə onun bu vəsaiti toplaya bilməsi üçün yetərli iş yerlərinin yaradılması prosesi sürətləndirilməlidir. Əks halda rəsmi iş imkanı tapmaqda çətinlik çəkən vətəndaş gələcəkdə sosial müdafiədən kənarda qala bilər. Sosial təminat və gələcəyə olan sosial inam birbaşa miqrasiya proseslərinə təsir edir. Gənclərin və aktiv işçi qüvvəsinin ölkədə qalmasını üstünlaşdırmaq üçün uzunmüddətli sosial zəmanətlər gücləndirilməlidir. Bu həm də gələcəkdə yaşlanma tempinin qarşısını almaq, doğum səviyyəsini sabit saxlamaq və dövlət büdcəsinin sosial xərclərinin optimallaşdırılması üçün vacibdir. Rusiyadakı modelin ölkəmizdə tətbiqi ehtimalını dəyərləndirən iqtisadçı vəsaitlərin tam şəkildə birdəfəlik verilməsinin maliyyə və idarəetmə baxımından mürəkkəb olduğunu diqqətə çatdırıb. Azərbaycanda gələcəkdə pensiya vəsaitlərinin birdəfəlik ödənilməsi mexanizmə keçidə baxılarsa, burada vəsaitin tamamının deyil, müəyyən bir hissəsinin, maksimum 30-50%-in birdəfəlik verilməsi daha real və kompromis variant kimi nəzərdən keçirilə bilər, deyə Günay Hüseynova qeyd edib. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirişləri açmağı unutmayın.